Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmuddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. İslam dininin əsl məsələsi olan insanın müsəlman olması için lazım olan ilk şey İslam dininin əsli. İslam dininin usulu yox, əsli. Çünki İslam dininin usulu dedikdə, məsələn, usulu din dedikdə etiqadla bağlı olan kitablarda Əhl-i Sünnətin etiqadının mövzuları zikr edilir. Usul dedikdə, usul əsl sözünün cəmidir. Məsələn, Şeyxülislam İbn Teymiyyə rahiməhullah Əqidətül Vasiyyədə Əhl-i Sünnətin etiqadının usulunu danışır. Əslini yox, usulunu, yəni əsas mövzularını. Deməli, İslam dininin əsli, insan müsəlman olduqda insana ilk vacib olan şey, yəni insan hansı əsillə İslamı qəbul edir. Və Allah Subhanahu və Teala'nın kitabı, Quran-ı Kerim bunu açıq bildirir. İnsan İslam'a girdikdə şəhadət kəlməsi ilə müsəlman olur. Və şəhadət kəlməsi də iki rukundan ibarətdir. Allah Subhanahu və Teala'dan başqa bütün ibadət edilən məbudları rədd etmək, inkar etmək, sonra isbat etmək, yəni ibadətin sahibi, ibadəti haqq edən kəsin Allah olduğunu isbat etmək. İslam dininin ilk girişində şəhadətin içərisində olan iki əsas hissə, iki rukun bu şeylərdir. Allah Subhanahu və Teala buyurur ki, فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ فَقَدْ اِسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى Kim tağuta küfr edib Allaha iman gətirərsə, qopmaq bilməyən möhkəm bir ipdən yapışmış olar. فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ İslam dininin əsli, yəni bir insanın müsəlman olması üçün ilk edəcəyi vacib budur. Tağuta küfr etmək, Allaha iman gətirmək. Və bu vacibin, bu iki rukunun tələblərindən birisi olan, bu iki rukunun içərisində olan, tərkibində olan mühüm mövzulardan birisi müşrikləri təkfir etmək. Yəni Allahdan başqasına ibadət edən kəslərə toplum şəklində də, fərd-fərddə küfr hökmü vermək. Və bu şey, müşrikləri təkfir etmək, tağuta küfr etməyin tərkib hissəsidir. Yəni müşrikləri təkfir etmək, tağuta küfr etməyin içərisində olan bir şeydir. Quran-ı Kerimdə Allah Subhanahu və Teala bu iki rukunu bildirir. فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ Kim tağuta küfr edər və Allaha iman gətirər. Bu ayət mucmal, yəni ümumi hökümdür, yoxsa müfassal, təfsilatlı bir hökümdür. Ayət mücməldir, yəni ayət ümumidir. Bir əsli kafirə əgər bu ayəti oxusan, desən ki, Allah sənə vacib edib, tağuta küfr edəsən və Allaha iman gətirəsən. Həmən kafir sənə mütləq sual verədək ki, tağut kimdir? Və necə küfr edim tağuta? Və sənə deyəcək ki, Allaha necə iman gətirim? Və hər bir kafirə, əsli kafirə
bu sual verilsə, mütləq bu cavabı verəcək ki, tağut kimdir? Tağuta küfür necə edilir və Allaha iman necə edilir? Və bu baxımdan da bu ayətin hökmü nədir? Mücməldir. Nəyə ehtiyac var? Təfsilata ehtiyac var. Ne də ki, bir insana desən ki, İslam'a yeni girmiş bir insana desən ki, Allah sənə namazı vacib edib. Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala deyir ki, aqimus salət, namaz qılın. İnsan sənə mütləq sual verəcək ki, necə? Namaz qılın. Allah subhanahu wa ta'ala əmr edir. Ancaq bu hökm mücmaldır. Sual verildikdə ki, necə? Sənin üzərində düşən odur ki, həmən kəsə namazın necəliyini, necə əda edilməsini öyrədəsən. Namazın vaxtları var, namazın rükusu, səcdəsi var, namazın qiraəti var, namazdan öncə niyyət var, namazın şərtləri var, qüssul, dəstəmaz, vaxtın girməsi, qibləyə durmaq, övrət yerinin örtülməsi və s. Deməli, Allah subhanahu wa ta'ala əmr edir ki, tağuta küfr edilsin və Allaha iman edilsin. Ancaq bu hökm mücməl hökmdür. Eynən namaz kimi nə tələb edir? Təfsilat tələb edir. Allah subhanahu wa ta'ala namazı əmr edir. Mücməl olaraq, təfsilatı isə şəriətin digər naslarındadır, ayətlərdə, hədislərdə. Və təfsilatını da Allah subhanahu wa ta'ala özü bildirir. Yəni namazın içərisində nə varsa, hamısı Allah subhanahu wa ta'ala'nın kəlamı ilə və Rəsulunun kəlamı ilə təsbit edilir. Yəni, rükunun da vacib olması, səcdənin də vacib olması, qiraətin də vacib olması, dəstəmazın da vacib olması Allah subhanahu wa ta'ala'nın digər kəlamları ilədir. Yəni, deyildikdə ki, namaz qıl, soruşulduqda ki, necə? Allah subhanahu wa ta'ala bildirib necə? Yəni, insanın ağlından, İnsanın istəyindən asılı olan bir şey deyil. Ümumi hökmü Allah verir. Təfsilatını da Allah subhanahu wa ta'ala bildirib. Əgər namazın içərisinə insan ağlından bir şey əlavə edilərsə, nə olar? Bidət baş verər. Mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhuvə raddun. Allah Resulü aleyhissalatu vesselam buyurur ki, kim bizim bu işimizdən olmayan bir yenilik əlavə edərsə, həmən əməl nə edilər? Rədd edilər. Deməli, namazın ümumi vacib hökmünü Allah subhanahu wa ta'ala verir və təfsilatını da Allah bildirir. Tağuta küfr etməyin və Allaha iman gətirməyin birinci vacib olduğunu Allah subhanahu wa ta'ala əmr edir və təfsilatını da Allah subhanahu wa ta'ala açıqlayıb. Tağuta küfr edib Allaha iman gətirməyin keyfiyyəti nədir baş verib? Eynən namaz kimi. Mücmal olaraq Quran-ı Kərim əmr edir ki, namaz qılın, təfsilatını yenə Allah bildirir. Allah subhanahu wa ta'ala tağuta küfr etməyi, Allaha iman gətirməyi əmr edir, təfsilatını da özü bildirib. Və tağuta küfr etməyin içərisində müşriklərin təkfiri var. Müşriklərin təkfiri, müşrikləri təkfir etmək, tağuta küfr etməyin tərkib hissəsidir. Allah subhanahu wa ta'ala ayətdə buyurur ki, فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ Kim tağuta küfr edərsə, ümumi hökmdür. Və yu'min billah, sonra Allaha iman gətirərsə, şərt edir Allah subhanahu wa ta'ala. Yəni, tağuta küfr et, sonra Allaha iman gətir. Ne də ki, Allah subhanahu wa ta'ala namazda əmr edir ki, dəstəmazı al, sonra namaz qıl. Dəstəmaz namazın şərtidir. Allaha iman gətirməyin də şərti iman etmədən öncə tağuta küfr etməkdir. Tağuta küfr etmədən Allaha iman edən kəs, dəstəmaz almadan namaz qılan kəs kimidir. Dəstəmazsız namaz batıl olduğu kimi, tağuta küfr etmədən də edilən iman nədir? Batildir. Və tağuta küfr etməyin də keyfiyyətini, necəliyini Allah subhanahu wa ta'ala bildirib. Və müşrikləri təkfir etmək, tağuta küfr etməyin tərkib hissəsidir. Şeyhülislam Muhammed bin Abdülvahhab rahimahullah Mənə Tağut adında, Tağutun mənası adlı kiçik risaləsində buyurur ki, Fə'ləm
enne evvele ma faradallahu ala ibni Adem el-kufr bit-tağut vel-imanu billah. Bil ki, Allah sənə rəhm etsin. Allahın Adəm övladına etdiyi ilk fərz, ilk vacib, tağuta küfr edib Allaha iman gətirməkdir. Birinci vacib. Və sonra Nəhl surəsinin 36-cı ayətini zikr edir. Allah subhanahu wa ta'ala buyurur ki: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Allah subhanahu wa ta'ala buyurur ki, biz hər ümmətə rəsul göndərdik ki, Allaha ibadət edin və tağuta ibadətdən çəkinin. Hər ümmətə rəsul göndərdik ki, deməli, hər ümmətə göndərilən rəsul insanlara birinci bunu çatdırıbsa, tağuta küfr edib Allaha iman gətirməyi. Deməli, bu birinci nədir? Bu birinci fərzdir. Birinci fərzdir ki, bütün rəsullar bununla başlayıblar. Sonra buyurur ki, şeyx, فَأَمَّ صِفَةِ الْكُفْرِ بِالْتَاغُوتِ. Tağuta küfr etməyin sifəti, yəni necəliyi. Rəsulların hamısının birinci çatdırdığı şey ümmətlərinə bu olub. Birinci fərz bu olub. Və bunun sifəti, yəni bu şey necə baş verir? Ən tə'təqidə butlənə ibadəti qeyrilləh. Allahdan başqasına edilən ibadətin batıl olduğuna etiqad etmək. Və tətrukəhə, tərk etmək. Allahdan başqasına ibadəti, yəni şirki tərk etmək. Və tubqidəhə, ona buğd etmək. Yəni şirkə buğd etmək. Və tukaffirə əhləhə, əhlini təkfir etmək. Və tuadiyəhum, və onlara düşmənçilik etmək. 5 şey zikr edir şeyx. Deməli, tağuta küfr etməyin sifəti. Etiqad etmək ki, tağuta edilən ibadət batildir. Allahdan başqasına edilən ibadət batildir. Və onu tərk etmək, şirki tərk etmək və ona buğd etmək və onun əhlini, şirkin əhlini təkfir etmək və onlarla düşmənçilik etmək. 5 şey sayır şeyx. Və sonra bu saydığı şeyləri Allah subhanahu wa ta'ala'nın ayəti ilə dəlilləndirir. Allah subhanahu wa ta'ala Mümtəhinə surəsinin 4-cü ayətində buyurur ki: "Qad kanat lakum usvetun hasanatun fi İbrahim vəllezine ma'hu." İbrahimdə və onunla birlikdə olanlarda, təfsirçilər deyirlər ki, yəni peyğəmbərlərdə sizin üçün gözəl nümunə var. Nəhl 36-da Allah subhanahu wa ta'ala buyurur ki, hər ümmətə rəsul göndərdik ki, Allaha ibadət edin, tağuta ibadətdən çəkinin. O ayətdəki bu iki kəlmə mücməl hökmdür. Mümtəhinə surəsinin 4-cü ayətində isə Allah subhanahu wa ta'ala həmən mücməl hökmün təfsilatını bildirir. Yəni bu şey necə baş verir? İz qalu li qavmihim, onlar öz qövmlərinə dedilər. Onlar kimlər? Yəni peyğəmbərlər, bütün peyğəmbərlər öz qövmlərinə dedilər. Nəhl 36-dakı iki kəlmə biz hər ümmətə rəsul göndərdik ki, Allaha ibadət edin, tağuta ibadətdən çəkinin. O mücməl hökmdür. Nəhl 36-da olan Allah subhanahu wa ta'alanın kəlamı. Mümtəhinə 4-də isə Allah subhanahu wa ta'ala həmən o iki rukunu açıqlayır. Tağuta küfr edib, Allaha iman etməyi mücməl hökmü açıqlayır. Yəni necə? Orada da Allah subhanahu wa ta'ala deyir ki, biz hər ümmətə rəsul göndərdik. Burada isə deyir İbrahimdə onunla birlikdə olanlarda, yəni bütün peyğəmbərlərdə. Gözəl, sizin üçün nümunə var. Onlar öz qövmlərinə dedilər: İnnə bura'u minkum, biz sizdən bəriyik. Və mimmə tə'buduna min dunillahi, Allahdan başqa ibadət etdiklərinizdən bəriyik. Yəni şirkdən. Kəfərnə bikum, sizi təkfir etdik. Sizə küfr etdik, yəni sizi təkfir etdik. Ərəb dilinə görə kəfərə feili özündən sonra bi hərfi cəri ilə cümlədə gəldikdə təkfir mənasını bildirir. Qamusul Muhit, Lisanul Arab dil kitablarında deyilir ki, kəfərə feili özündən sonra bir hərfi cəri ilə gəldikdə təkfir mənasını bildirir. Kəfərnə bikum, sizi təkfir etdik. Və bədəə beynənə və beynəkumul ədəvətü vəl-bəğda, və sizinlə bizim aramızda ədavət, düşmənçilik və buğz yarandı, nifrət. Həmən 5 şeyi
Şeyhülislam Muhammed ibn Abdülvahabın zikr etdiyi 5 şeyi Allah Subhanahu ve Teala ayətdə Mümtəhina surəsinin 4-cü ayətində bildirir. Bu tağuta küfr etməyin sifətidir. Allah Subhanahu ve Teala bu 5 şeyi sayır. Biz sizdən bəriyik, Allahdan başqa ibadət etdiklərinizdən bəriyik, sizi təşvir etdik və bizlə sizin aranızda əbədiyyən düşmənçilik və buğz yarandı. Bu 5 dənə şeyi Allah Subhanahu ve Teala sayandan sonra nə deyir? Hətta tu'minu billahi vahdə. Tək Allah iman gətirincəyə qədər. Hətta kəlməsinə qədər olan 5 şey fəmən yakfur bit tağut. Kim tağuta küfr edər? Onun içərisidir. Tağuta küfr etməyin içərisidir. Hətta kəlməsindən sonra hətta tu'minu billahi vahdə. Tək Allaha iman gətirincəyə qədər. Bu da Allaha iman gətirmək. Tağuta küfr etməkdən sonra ikinci hissəsidir. Fəmən yakfur bit tağut hətta kəlməsinə qədərdir. Və yu'min billah, sonra Allaha iman gətirər, hətta kəlməsindən sonraki tək Allaha iman gətirincəyə qədər. Deməli, Allah Subhanahu wa Ta'ala'nın tağuta küfr etməyi, əmr etməsinin tərkib hissəsi bu 5 şeydir. Çünki bütün peyğəmbərlərin dəvətidir bu. Nəhl surəsinin 36-cı ayətinə görə. Hər ümmətə rəsul göndərdik ki, Allaha ibadət edin, tağuta ibadətdən çəkinin. Sonra Mümtəhina surəsinin 4-cü ayəti həmən ümumi hökmü açıqlayır, yəni necə küfr etmək. Və Allah Subhanahu wa Ta'ala ayətin başında bildirir ki, bütün rəsulların qövmlərinə dediyi söz nə olur? Biz sizdən bəriyik, sizi təkfir etdik. Sizinlə bizim aramızda əbədiyyən düşmənçilik və buğz yarandı. Sonra nə bildirir Allah Subhanahu Ta'ala? Bunu deyəndən sonra, bu şey gerçəkləşəndən sonra hətta tu'minu billahi vahdə. Tək Allaha iman gətirincəyə qədər. Deməli, tağuta küfr etmək bu 5 şeylə birlikdədir. Bu 5 şey cəm olduqda tağuta küfr etmiş olur insan. Və bu 5 şeyin də birisi nədir? Müşrikləri təkfir etmək. Müşrikləri təkfir etmək tağuta küfr etməyin tərkib hissəsidir. Müşrikləri təkfir etmək La ilahə illallah kəlməsindəki Lə hərfinin içərisindədir. Müşrikləri təkfir etmək. Əgər bir insan müşriklərin təkfirində durursa və yaxud da tərəddüd edirsə, insan əslən tağuta küfr etməmiş sayılır. Çünki müşrikləri təkfir etmək 2 rukun, inkar, isbat. Tağuta küfr etməyin tərkib hissəsidir. Yəni bir insan şirki tərk etsə, Allahdan başqasına edilən ibadətin batıl olduğuna etiqad etsə, müşriklərə buğz etsə, düşmənçilik etsə, ancaq təkfirlərində onlara küfr hökmü verməkdə tərəddüd etsə, şək etsə, həmən insan tağuta küfr etməmiş sayılır. Həmən insanın ümumiyyətcə İslama girişi yoxdur. Səbəb də odur ki, müşrikləri təkfir etmək tağuta küfr etməyin tərkib hissəsidir. Abdurrahman bin Hasan rahiməhullah Durar-ı Səniyyədə buyurur ki, Ləv ərəfəl əbd mə'nə la ilahə illallah lə'ərəfə ənə mən şəkkə əv tərəddədə fi küfri mən əşrəkə mə'allahə qeyrəhu ənəhu ləm yəkfur bit tağut. Əgər qul la ilahə illallah kəlməsinin mənasını bilsə, mütləq bilər ki, Allahdan başqasına ibadət edənin, şirk edənin təkfirində şək eləyən və yaxud da tərəddüd eləyən insan tağuta küfr etməyib. Əgər bir insan La ilahə illallah kəlməsinin mənasını haqqı ilə bilsə, mütləq bilər ki, kim şirk edənin təkfirində tərəddüd edirsə və yaxud da şək edirsə, həmən insan tağuta küfr etməyib. Abdüllətif Ali Şeyx rahiməhullah Durar-ı Səniyyədə buyurur ki, وَمَنْ كَفَّرَ الْمُشْرِكِينَ وَمَّقَتَهُمْ
və əxləsə dinəhu lilləh fələm yəbud sivəhu fəhuvə əfdalul əimmə və əhəqquhum bil imamə. Kim müşrikləri təkfir edərsə və onlara buğz edərsə və dinini xalis Allaha həsr edərsə və Allahdan başqasına ibadət etməzsə, bu adam əfdalul əimmə, imamların ən fəzilətlisidir. Və əhəqquhum bil imaməti, imamlıqda ən doğru olan, haqq edən kəsdir. Liənnə təkfirə bil şirk və tə'til. Çünki şirkə görə təkfir etmək və şirkə görə bəri olmaq huvə əhəmü mə yəcib minəl küfr bit tağut. Bu, tağuta küfr etməyin ən əhəmiyyətli hissəsidir. Şirkə görə təkfir etmək tağuta küfr etməyin ən əhəmiyyətli hissəsidir. Şeyxülislam Muhammed ibn Abdülvahhab rahiməhullah Durarus Səniyyədə zikr edilən bir bədəvi ilə ki, məşhur qissəsi var. Şeyxülislam Muhammed ibn Abdülvahhab rahiməhullah buyurur ki, وَمَا أَحْسَنُ مَا قَالَهُ وَاحِدٌ مِنَ الْبَوَادِ لَمَّا قَدِمَ عَلَيَّ وَسَمِعَ شَيْئًا مِنَ الْإِسْلَامِ. Deyir ki, səhrada mənlə rastlaşan və məndən İslam barəsində eşitdikdən sonra bədəvinin dediyi sözlər necə də gözəl sözlər idi. Qalə əşhədu ənnənə kuffər. Bədəvi dedi ki, mən şəhadət gətirirəm ki, biz kafirik. Tövhid eşitdikdən sonra, İslamı eşitdikdən sonra özlərində olan şirk səbəbi ilə bir bədəvi deyir ki, mən şəhadət gətirirəm ki, biz kafirik. Və əşhədu ənnə mutavvi'əlləzi yusamminə İsləmən ənəhu kafir. Və şəhadət gətirirəm ki, bizə müsəlman deyən institut tələbəsi, universitet tələbəsi, məzunu, o da kafirdir. Deməli, bir insan tövhid anladıqdan sonra özünə və özü kimilərinə şirk etdiklərinə görə kafir deyir. Və sonra onların şirk halında olduğu halda onlara müsəlman deyən ikinci kəsə də nə deyir? Kafir deyir. Yəni özünə də küfür hökmü verir, özünə müsəlman deyən kəsə də küfür hökmünü verir. Və Şeyxülislam da bu adamın, bu bədəvinin dediyi bu sözün hər ikisinə nə deyir? Və mə əhsənu mə qaləhu. O kəsin dediyi sözlər necə də gözəl sözlər idi. Hər ikisini. Şirk edənin özünə küfür hökmü verməsinə də və ona müsəlman deyənə də küfür hökmünü verməsinə deyir ki, onun dediyi söz doğru söz idi, gözəl söz idi. Deməli, müşrikləri təkfir etmənin tağuta küfr etməklə əlaqəsi nədən ibarətdir? Müşrikləri təkfir etməklə tağuta küfr etməyin əlaqəsi ondan ibarətdir ki, müşrikləri təkfir etmək tağuta küfr etmənin tərkib hissəsidir. Çünki Quran-ı Kərimdə Allah Subhanahu wa Taala açıq nasla bütün peyğəmbərlərin dəvətinin nə olduğunu bildirir və ümumi olaraq bir insanın müsəlman olması üçün tağuta küfr etməsini əmr edir və tağuta küfr etməyin necəliyini də Allah Subhanahu wa Taala ayətlə bildirir ki, bu şey 5 şey bir yerə cəm olduqda baş verir. Etiqad etmək ki, Allahdan başqasına edilən ibadət batildir və həmən ibadəti, yəni şirki tərk etmək və onun əhlini təkfir etmək və buğz etmək, nifrət etmək şirkə və onlarla düşmənçilik etmək. Bu 5 şey bir yerə cəm olduqda tağuta küfr etmək səhiy olur. Və bu 5 şeyin birisi də müşrikləri təkfir etməkdir. Deməli, müşrikləri təkfir etmək tağuta küfr etməyin özüdür, tərkib hissəsidir. Bir insan əgər müşriklərin təkfirində durursa, tərəddüd edirsə, şək edirsə, o insan əslən tağuta küfr etməmiş sayılır. Və müşriklər dedikdə Allahdan qeyri ibadət edilən bütün dinlər, bütün ibadətlər, hər birisi bunun içərisinə daxildir. Yəni, müşrik dedikdə bunun içərisinə həm Yahudi, həm Xristiyan, həmsinin
İslam'a intisab olan, mənsub olan, lakin Allahdan başqasına ibadət edən qövmlər. Hər birisi bunun içərisinə daxildir. Allah Resulü aleyhissalatu vesselam Peyğəmbər olaraq göndərildikdə, Allah Resulunun zamanında və vaqiyyəsində əsas olaraq üç cür insan mövcud idi. Yahudi, Nəsrani və İbrahim, İsmail aleyhissalamın dinlərinə intisab olduqlarını iddia edən Qureyş qəbiləsi. Allah Resulü nə etdi? Hər üçünü də təkfir etdi. Yahudilər Musa aleyhissalama mənsub idilər. Mənsub olmaqları onlara bir fayda vermədi. Nəyə görə? Şirk etdiklərinə görə, küfr etdiklərinə görə. Nəsranilər İsa aleyhissalama mənsub idilər. Ancaq mənsubiyyətləri onlara bir fayda vermədi. Allah və Rəsulü onlara küfr hökmü verdi. Qureyş qəbiləsi İbrahim aleyhissalama, İsmail aleyhissalama mənsub idi. Və təhrif edilmiş dinlərdən onların həyatlarında, əməllərində ibadətlər var idi. Ancaq bu mənsubiyyət və bu əməllər onların təkfirinə mane olmadı. Allah Resulü aleyhissalatu vesselam hər üçünü təkfir etdi. Müşriklər dedikdə şirk edən bütün qövmlər, şirk edən bütün insanlar həmən təkfirin içərisinə daxildir. Bugün də İslama mənsub olan, Quranı kitab kimi qəbul edən, Məhəmməd Peyğəmbərin peyğəmbərliyinə inanan insanlar, toplumlar, hansılar ki Allahdan başqasına ibadət edirlər, təkfir dedikdə, tağuta küfr etməyin tərkib hissəsi olan müşrikləri təkfir etmək dedikdə, bu insanlar da bunun içərisinə nədirlər? Daxildirlər. Yəni, bir insan Allahdan başqasına ibadət edirsə, tövhid əhli olan bir kəsin üzərinə vacib olan olsun ki, onun kafir olmasına etiqad edə. Və müsəlmanın bu etiqadı onun tağuta küfr etməsi deməkdir. Əgər bir insan şirk edən bir kəsin təkfirində durursa, o insan əslən tağuta küfr etməmiş sayılır. Müşrikləri təkfir etməyin tağuta küfr etməklə əlaqəsi bundan ibarətdir. Müşrikləri təkfir etmək, tağuta küfr etməyin tərkib hissəsidir. Necə ki, ruku, səcdə, Fatihə surəsi namazın tərkib hissəsidir, rukunlarıdır. Əgər onlardan birisi yerini almazsa, namaz adlanmaz. Namaz hesab edilməz. Müşrikləri təkfir etmək, tağuta küfr etməyin tərkib hissəsidir. Və bəzi insanlar tağuta küfr etmək dedikdə, onun təfsilatını Allahdan başqasına edilən ibadətin inkar edilməsi və ona buğz edilməsi və o ibadəti, şirki tərk etmək deyə bu cür açıqlayırlar. Onlara düşmənçilik etməyi, müşriklərə düşmənçilik etməyi və onları təkfir etməyi bu şeyin içərisindən çıxardırlar. Və bu məzhəb, bu təfsilat tam batıl bir şeydir. Çünki Allah Subhanahu wa Ta'ala'nın açıq ayətinə, açıq kəlamına ziddir. Allah Subhanahu wa Ta'ala ayətdə 5 şey zikr etdikdən sonra İbrahim və onunla birlikdə olanlar öz qövmlərinə dedilər, biz sizdən bəriyik və sizin Allahdan başqa ibadət etdiklərinizdən bəriyik. Sizi təkfir etdik və bizimlə sizin aranızda düşmənçilik və buğz yarandı. Bu şeyləri zikr etdikdən sonra Allah Subhanahu wa Ta'ala buyurur ki, həttə tu'minu billahi vahdə, tək Allaha iman edincəyə qədər. Deməli, hətta kəlməsinə qədər olan bu 5 şey, fəmən yakfur bit tağut, kim tağuta küfr edər. Kim tağuta küfr edər hökmünün, ümumi hökmünün açıqlamasıdır. Və bu 5 şeyin birini və yaxud da ikisini bunun içərisindən çıxartmaq, sanki rükunu və yaxud da Fatihə surəsinin namazın içərisindən çıxartmaq kimi bir şeydir. Əgər bir insan desə ki, rükü namazın içərisindən deyil, müstəhəblərindəndir, həmən insana nə deyilər? Həmən insan rədd edilər, inkar edilər. Çünki rükü namazın tərkib hissəsidir və rükunudur. Və kim ki, müşrikləri təkfir etməyi
tağuta küfr etməyin, yəni İslam dininə girməyin içərisindən çıxardarsa, yəni deyərsə ki, bir insan müşrikləri təşvir etmədən də İslama girə bilər, o insan sanki səcdəni və yaxud da rükunu namazın içərisindən çıxarmış kimidir. Müşrikləri təşvir etmək, tağuta küfr etməyin tərkib hissəsidir. Şərti deyil və yaxud da onun müstəhəblərindən deyil, onun lazımlarından deyil, tərkib hissəsidir. Kim əgər müşrik olan bir kəsin təşvirində durursa, tərəddüd edirsə, şək edirsə, Allah subhanahu wa ta'ala bu insanın halı ilə bağlı, bu insanın hökmü Allah subhanahu wa ta'ala'nın dinindən nədən ibarətdir? Həmən kəs əslən tağuta küfr etməmiş sayılır. Yəni, həmən insan ümumiyyətcə İslam dairəsinə daxil olmayıb. Allah subhanahu wa ta'ala'nın bu məsələdəki hökmü bundan ibarətdir. Əhl-i sünnə və cəmaa məzhəbinin, etiqadının İslam dininin əsli ilə, yəni usulu ilə yox, əsli ilə, ən birinci əsil, hansı ki insan onunla müsəlman olur, həmən əsillə bağlı olan hökmü, qəti hökmü və ayətlə sabit olan hökmü bundan ibarətdir. Müşriki Allahdan başqasına ibadət edən kəsə təkfir etmək, tağuta küfr etməyin özüdür. Subhanək Allahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və ətubu ileyk.